Salam, hörmətli tamaşaçılar. Din və cəmiyyət verilişi efirdədir. Bu iki anlayış həm fəlsəfənin, həm də dinin əsas mövzularından sayılır. İnsanlar da bu anlayışlara qarşı fərqli münasibətlərdə olmuşlar. Bəziləri bunlardan birinə üstünlük verməyə çalışmış, bəziləri isə bunlardan birini tamamilə tərk etmişlər. İslam isə bunların arasında tam müvazinət yaratmağı təbliğ edir. Bəli, söhbət dünyadan və axirətdə gedir. Biz də bugün bu mövzu haqqında danışacağıq. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız fəlsəfə doktorları Müşfiq Şükürov və Anar Qafarovdur. Mən sizi salamlayıram, verilişimizə xoş gəlmişsiniz. Anar müəllim, gəlin dünya və axirət haqqında Qur'an-ı Kərimin görüşlərinə diqqət yetirək və Peyğəmbərimizin sünnəsində bu anlayışların nə cür işıqlandırıldığına diqqətimizi yönəldək və tamaşaçılarımızı bununla tanış edək. Buyurun. Bugün həqiqətən də qloballaşma dediyimiz bir şəraitdə insanların demək olar ki, bəlkə biraz daha başqa bir ifadə ilə desəm, bəsit bir şəkildə desəm, çaşbaş qaldığı bir dövrdə xüsusilə bu əsas həyat üçün vacib olan bu iki nüansı unuturlar və ya da verilməsi gerəkən dəyəri tam olaraq verə bilmirlər. Bu mənada mövzunun olduqca aktual olduğunu düşünürəm. İnsanların bəzisi dünyaya özlərini həsr eləyib gedirlər. Minmiş olduqları bu həyat qatarında gedəcəkləri yol və ya da axır nəticəni düşünmədən dünya nemətlərini özlərini həsr edib gedirlər. Bir digər qism isə tamamilə Allahın onlar üçün əslində halal buyurmuş olduğu şeyləri öz nəfslərinə haram edib, tamamilə axirət yönümlü düşünərək dünyada əslində etməsi gerəkən müəyyən vəzifələri, icra etməsi gerəkən müəyyən vəzifələri unudurlar. Amma Qur'an-ı Kərim və ümumiyyətlə İslam bu məsələyə bir müvazinətli bir şəkildə yaxınlaşır. Məsələn, bir ayətlərin birisində xüsusilə sadəcə dünyaya əhəmiyyət verən insanlarla bağlı belə bir şey qeyd edir. Deyir, dünyada deyir, azğınlıq edənlər və dünyanı üstün tutanların məskəni cəhənnəmdir. Bir digər ayətdə isə yenə axirətə daha çox üstünlük verib, sadəcə üzlət həyatı yaşayan, zühd həyatı yaşayan insanlara xitab eləyib və deyir ki, Allahın sizin üçün deyir, halal qıldıqlarını deyir, nə üçün nəfsinizi haram edirsiniz? Və əslində bu dünyada sizə Allahın ihsan olaraq vermiş olduğu nemətləri pak bir şəkildə, pak nemətləri halalından və təmiz bir şəkildə yeyin, içiniz, amma israf etməyiniz deyir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərindən birisində isə buyurulur ki, sizin ən xeyriniz dünyasını axirət üçün, axirətini dünya üçün tərk etməyəndir. Dünya axirətin tarlasıdır deyir. Qur'an-ı Kərimdə, istər Qur'an-ı Kərimdə, istərsə də Peyğəmbər sallallahu əleyhi və səlləmimizin hədislərində buyurulan sözlərdən belə bir nəticə çıxartmaq olar əslində. Biraz daha bədii bir üslubdan istifadə etmiş olsaq, qeyd etmək istəyərdim ki, dünya forma, axirət məzmundur. Dünya axirətin əslində bir dilidir. Dünya bizə bir şeylər fısıldayır. Onun hikmətini, onun sirrini dərk etmək üçün insan bu həyatdadır. Və bunun üçün insana ağıl verilib məhz. Və dünya neymətlərini, az əvvəl qeyd etmiş olduğum hədisdə və ya da ayət-i kərimdə, Qəsəs surəsində, dünya neymətlərini israf etmək surəti ilə onların insanın və bəşər övladına məqsədə uyğun bir şəkildə istifadəsi əslində nəzərdə tutulur. Və digər tərəfdən də dünya nemətlərini özünü, necə deyər, dünya nemətlərini həsr eləyib insanların haqqına, hüququna, başqa bir ifadə ilə desək, əslində insan-Allah münasibətlərini, insan-insan münasibətlərini və insan-təbiət münasibətlərini ayaq altına alacaq şəkildə gözləri olub da amma görməyən insan tipləri var ki, bunlar əslində həm Qur'an-ı Kərim tərəfindən, həm eyni zamanda bütün dinlər tərəfindən xoş qarşılanmayan prototiplərdir. Varlığı bir bütün olaraq dəyərləndirdiyimiz zaman dünya ilə axirəti bir-birindən ayırmaq mümkün deyil və onlar arasında bir münasibətdən bu zaman bəhs etmək mümkündür. Müşfiq müəllim, Anar müəllim məsələyə dinin münasibətini açıqladı. Mən istərdim ki, dünya və axirət probleminə fəlsəfi aspektə yanaşaq. Fəlsəfə bu məsələ necə açıqlanıb? Fəlsəfə məktəblərində və İslamdan başqa sair dinlərdə bu məsələ münasibət nə şəkildədir? Buyurun. Fəlsəfədə və ədəbiyyatda, dünyada maraqlı nə olubsa, onlarda aşkarlanan həqiqət dində aşkarlanan həqiqətə zidd deyil. Və o uca elmli insanlarda aşkarlanan həqiqətlər elə Qurandakı, o biri dini kitablardakı, Dhammapadadakı, tutalım Konfutsunun Lunyuyundakı həqiqətlərin təsdiqidir. Nə həqiqət? Məsəl üçün, mən özüm üçün çıxarmışam fəlsəfədən, oxuduqlarımdan, belə deyək.
ölümün dərki həyatı saxtalıqdan təmizləyir. Həyat, sekulyar həyat bilirsiniz ki, daima müxtəlif süni, saxta, qondarma dəyərlərlə dola bilir. Bu sekulyar həyatın təkcə özəlliyi deyil, istənilən həyat saxtalaşmağa meyillidir. Və onu saxtalaşmadan qorumaq üçün ölümün zikri deyilən bir şey var. Və o bütün böyük əsərlərdə biz bunu görürük. Məsələn, egzistensialistlərin fəlsəfəsində ölüm qarşısında bütün həyat dəyərləri müqayisə olunur. Sadəcə olaraq o egzistensialist yazıçılar, məsəl üçün Jean-Paul Sartre, Albert Camus, onlar vəziyyəti elə göstərirlər ki, sekulyar mədəniyyət ölümü özündən kənarda saxlayır. Amma ölümü dərk eləyincə baxıb görsən ki, həyatda dəyərli heç nə yoxdur. Ölüm sanki gəlir və həyatdakı bütün dəyərləri məhv eləyir, gedir. Amma tutalım ki, şərq fəlsəfəsinə biz, Hind fəlsəfəsinə, Çin fəlsəfəsinə boylansaq, baxıb görürük ki, onlar başqa cür deyirlər. Onlar deyirlər, ölüm əslində saxta dəyərləri məhv eləyir, əsl dəyərləri isə qaldırır. Məsələn, Rabindranath Tagore kimi bir böyük mütəfəkkir və yazıcı deyir ki, ölüm hətta həyatı gözəlləşdirir belə. Yəni, ölümün dərki yoxdursa bir insanın həyatında, onun həyatının dadı da yüksək deyil. Ümumiyyətlə, şərqdə həmişə ölümü çox rahat, çox sakit qəbul ediblər qərbə nisbətən. Belə demək mümkündürmü? Sakit qəbul eləyiblər demək bəlkə də mümkün deyil. Sadəcə olaraq şərqin müdrikləri öküzün buynuzundan dərhal yapışmaq fikrinə düşüblər və bu həyatda ən önəmli nöqtə ölüm məqamıdır və bu ölüm məqamına zikr eləmirsənsə, balaca problemlərlə uğraşırsansa, belə desək, sən həqiqətə gəlib çıxa bilməyəcəksən. Ortada ölüm adlı böyük bir problem var. Biz bu dünyaya gəlirik və bu dünyanın sonu var. Buna zikr etmədən başqa bir şeylərlə başını qatmaq o qədər də böyük bir nəticəyə gətirib çıxarmayacaq. Ona görə şərqlər deyirlər, problemin kökünə baxmaq lazımdır, ölümə. Və axirət məsələsi də əslində həyatın davamı kimi verilir. Məsələn, insan heç ağac əkməzdi, əgər onun axirət haqqında təsəvvürü olmazdısa. Çünki sənin əkdiyin ağac 5 ilə yetişəcək, 10 ilə yetişəcək, ola bilsin ki, sən onların meyvəsini görməyəcəksən. Xeyr isə əbədiyyət fonunda real olur. Xeyr, qısa müddət fonunda aşkarlanan dəyər deyil. Xeyirdirmi, ədalətdirmi? Bunlar yalnız sonsuzluq fonunu tələb edirlər ki, o fonda öz hikmətlərini aşkarlasınlar. Ona görə də şərqlər bu məsələni həmişə baş yerdə saxlayıblar. Bu da onların hikmətə meylənməsi ilə əlaqəlidir. Qərb dünyası bilirsiniz ki, daha çox materializm uğurlarına odaqlandı. Belədir. Buyurun. Mən çox gözəl bir nüansa toxunmuşum mənim həqiqətən. Yəni bilirsiniz, ümumiyyətlə az əvvəl o qeyd etmiş olduğum ki, allegorik bir ifadə ilə dünya bir formadır, axirət məzmundur. Dünya bir dildir, əslində axirətin bir dilidir. O dildən hərəkətlə biz məzmuna yaxınlaşmalıyıq. Məzmunu yaxalamadığımız müddətcə o dilin ifadə etdiyini də tam olaraq bəlkə anlaya bilmərik. O dil bizə bir işarətlər verir. Çünki Allah Taala sadəcə Qurani Kərim vasitəsilə, sözlü müdaxilə vasitəsilə bəşər həyatına müdaxilə etmir. Eyni zamanda kainatla, kainatdakı hadisələrlə, bəşəri münasibətlərlə, bəlkə tarixdən müəyyən hadisələri qeyd etməklə, o hadisələri müşahidə etməklə biz ondan ibrət alırıq. Onlar bizim üçün bir işarədir. Və özəlliklə, xüsusilə də mövcud dövrdə insanların gözünü boyayan rənglər çox olduğu üçün, tonlar çox olduğu üçün onlar özdən uzaqlaşırlar. Bu özdən uzaqlaşma başlayır birinci insanın özündən. Sonra yavaş-yavaş digər şeylərdən də əsas həyatın özündən də uzaqlaşmaq başlayır. Və eyni zamanda əslində həyatın özünün dərk edilməsi üçün də insanı birinci özünü dərk etməsi lazımdır. Çünki o çox gözəl bir məsələyə toxundunuz. Şərq demək ki, dünyasında axirət məsələsi ümumiyyətlə bu məsələlərə necə baxılır? Məsələn, onlar insanı kiçik bir kainat olaraq düşünürlər. Yəni, aləmlə insanı özləşdirərək, əslində kainatda olan bütün proseslər, varlıq aləmi və s. onların bütün, necə deyərlər, işarələri insanda mövcuddur. İnsan özünü dərk edərək hər şeyi, bütün münasibətləri dərk etmiş ola bilər. İnsan Allahla olan münasibətlərini, insanlarla olan münasibətlərini,
münasibətlərini, təbiətlə olan münasibətlərini dərk etmiş ola bilər. Və axirət şuuru əslində, yenə də fəlsəfi izahlardan çıxarılan nəticələrə görə, axirət şuuru cəmiyyəti daim canlı tutan və nə etdiyini bilmə şuur içərisində olmağa sövq edən bir şuurdur. Dolayısıyla bu şuur olmadığı təqdirdə həyatda yaşanan bütün şeylər anlamsız gələ bilir. Yəni bizə ağıl verilib, biz Allahdan üfürülən bir ruhu daşımış oluruq. Və bu ruhu daşıyırıqsa, özümüzə bir sual verməz lazım. Gerçəkdən də biz bu ruhun daşıyıcılarıyıq mı? Yoxsa bizə sadəcə bu bədənimizi ayaqda tutmaq üçün bu ruh üfürülüb? Məsələ burasındadır. Tanrının sifətləri ilə sifətlənmək deyirdilər fəlsəfəyə vaxtilə. Allahın sifətləri ilə sifətlənmək fəlsəfələrdir. Məsələn, Kindinin 6 fəlsəfə tanımında bu keçər. Daha sonraki filosoflarda da görürük. Allahın sifətləri ilə sifətlənmək deyəndə biraz daha teoloji prizmadan yaxınlaşsaq, yəni sübuti sifətləri ilə sifətlənmək. Bilirsiniz, zati sifətlərdə biz ona heç bir zaman sifətlənmirik. Amma sübuti sifətlərində deyək ki, səbirlilikdir, vəfakarlıqdır, mərhəmətdir, dürüstlükdür, doğruluqdur və s. Anar müəllim, bugün biz müasir həyatımızda insanların bir qisminin axirətə inanmadığının şahid oluruq. Bu bir reallıqdır. Bəziləri bu dünya yalnız elə bu həyatla bitəcək, ölümdən sonra heç nə yoxdur. Məni bastırandan sonra nə olacaqsa mənim nə vecimə deyə düşünürlər. Bəziləri, axı o birisi dünyadan bir gələn yoxdur ki, bizə bir xəbər gətirsin. Olmayan bir şeyi necə inanaq düşüncəsi ilə hərəkət edirlər. Bax, bunlara cavab olaraq nə deyə bilərsiniz? Yəni, qısaca olaraq axirətin mövcudluğunu nə cür sübut etmək olar? Əslində, mahiyyətini izah edə bilməsək də, bəlkə müəyyən mənada axirətin mövcudluğunu məntiqi silsilə ilə, çünki insan beyni kateqoriyalarla düşünür, məntiqi silsilə ilə bəlkə belə bir şeyin labid olduğunu, qaçınılmaz olduğunu qəbul etmək mümkündür. Təbii ki, bu şəxslərə görə dəyişər. Mənə elə gəlir ki, bəziləri o Kindinin, siz bunu məsələyə toxunanda mənə Kindinin o Risalə-li Dəfil Əhsan deyə bir risaləsi var, əsəri var, o yadıma düşdü. Orada insanların bir qisminin niyə görə ölümdən qaçdığı məsələsi müzakirə olunur. Və məlum olur ki, insanlar əslində o qədər praqmatik bir ruhla bürünürlər ki, onlar üçün axirəti düşünmək böyük bir fəlakətdir. Yəni, düşündükləri zaman psixolojik olaraq özlərinə böyük bir ziyan vuracaqları düşüncəsi içərisindədirlər. Ya da axirət qorxusu insanların bu dünyada ikən etdiklərinin cəzası olar deyə, yəni belə bir şey deyək də, məsələn, bir insan pisliklə məşğuldur, digərsə yaxşılıqla məşğuldur. Pislik edən insan ən azından beyninə belə bir sual gələ bilər. Acaba axirət olarsa mən nə olaram? Məsələn ki, mən bunu heç qəbul etməyim, heç belə şeylər düşünməyim. Yəni, özünə bir təsəlli mahiyyətində. Dərindən düşündüyünüz zaman bizim həyatda görmüş olduğumuz hər bir işin bir nəticəsi var. Bizim vasitələrimiz hansısa bir hədəfə xidmət edir. Bizim etmiş olduğumuz bütün bu davranışların mütləq bir nəticəsi olacaq, yaxşı ya da pis. Necə ola bilər ki, mən insan ola-ola, aciz bir varlıq ola-ola hər bir şeyin hədəfini güdürəm və hədəfini əldə eləyirəm. Bu boyda kainatı yaradan və bu qədər gözəl münasibətləri quran və insana bu qədər nemətləri bəxş edən birisi, bir varlıq məni sonuçda nəticədə bir hesaba çəkməyəcək. Hesabsız iş olarmı? Əgər hesab günü olmasaydı, ümumiyyətlə bizim həyatımızda da, yəni beynimizin o kateqoriyalarında da hesab deyə bir kateqoriya olmazdı, bir məfhum olmazdı. Eyni ilə mən düşünərdim ki, yaradıcı, məsələn, biz bir rəsmə baxdığımız zaman bu rəsmi kim çəkib deyə bir sual verir gözümüzə. Və buradan hərəkətlə kainatın varlıq aləminə də baxdığımız zaman onunla bir yaradıcı olduğu, yaradıcı məfhumu var beynimizdə. Hədəflər də belədir. Bir hədəfə nail oluruq və bir hesabat istəyirik. Məsələn, bir şirkətin müdürüyüksə və ya da hansı bir yerdə işləyiriksə, mütləq birilərindən bir hesabat istəyirik. Biz insan ola-ola hesabat istəyiriksə, yaradıcı istəməzmi hesab? Bütün əks təqdirdə, deyək ki, hesabat istəyən birisi yoxdur. O zaman heç bir şeyin anlamı qalmır həyatda. Yenidir. Heç bir davranışımızın anlamı qalmır. Və insan agnostiklikdən də o tərəfə keçib, bəlkə intihara belə götürə bilər bu düşüncə insanı. Gəlin, axirətə inananla inanmayanı müqayisə edək. Mənə elə gəlir ki, axirətə inanan insan üçün həyat bir qədər daha asan və daha rahat görünə bilər. Yəni, bu dünyada çəkdiyi əziyyətlərin axirət aləmində əvəzi veriləcəyinə bir inam yaranır və bu dünyada çəkdiyi əziyyətlər onun üçün müəyyən qədər asan görünür. Və həmçinin axirətə inanmaq insanda bir məsuliyyət, bir cavabdehlik hissini gücləndirir. Yəni, hər bir əməlinə görə qiyamətdə cavab verəcək və heç bir əməli hesabsız ötüşməyəcək. Sizə də belə gəlirmi? Maraqlı sualdır. Bilirsiniz, axirətə inanan adam da məsuliyyətsiz ola bilər.
və axirətə inam hansı məzmunla qavranılır şəxs tərəfindən, bu çox önəmlidir. Yəni o adam da öz hissiyatını yuxuya daldıra bilər, özünün axirət haqqındakı təsəvvürləri ilə özünü azdıra bilər. Eyni zamanda bir ateist ola bilər ki, tutalım ki, axirət təsəvvürlərinə heç xüsusi zikr eləmir, düşünmür bu barədə, amma öz işini çox yaxşı görür, öz həyatını çox ədalətli yaşamağa çalışır. Axı bilirsiniz, əslində dində deyilən o dəyərlər ki var, onlar ümumiyyətlə həyatın dəyərləridir. Bizim fitrətimiz tərəfindən dəyərləndirdiyimiz dəyərlərdir. Məsələn, xeyirxahlıq, mərhəmət, ədalət hissi, səmimiyyət, doğruluq. Bu kimi cəhətləri əgər insan öz həyatında axirətə baxmadan da elə buradaca dəyərləndirə bilər. Onu ölümlə müqayisə eləyə bilər və görəcək ki, ölümün skanerindən bu dəyərlər çıxa bilir, tutalım ki. Və o dəyərlərə xidmət eləyib gözəl bir həyat yaşayırsa, o öz məsuliyyətinə də yüklənmiş olacaq. Amma biz dini praktikada da görürük ki, cəhalət basa bilir məmləkətləri, insanlar axirət təsəvvürləri ilə özlərini yuxuya daldıra bilərlər, inkişafdan geri qala bilərlər. Quran daha çox ölüm faktı ilə deyir ki, məsələn, biz İbrahimi axirətin zikri ilə təmizlədik. Yenə mən dediyim bu söhbətə uyğun ki, yəni İbrahim öz həyatında atdığı bütün addımları ölümlə müqayisə elədi və əsl dəyərlərə yönələ bildi, əsl dəyərləri tapa bildi. Buna tərəf yönələn adama Allah artıq bundan sonra Allah öz vəhlərini verir, həqiqətlərini aşkarlayır. Yəni bu adam talibdir bu həqiqətlərə, bu həqiqətlərin dəyərini artıq axtarıb və bilir. Amma ki, hansısa bir müəyyən axirət təsəvvürləri ilə özünü başını qatır və elə bilir ki, ona orada hər şey veriləcək. Quranda deyilir. Məsəl üçün, 2 nəfərin söhbəti göstərilir. Deyir, onlardan biri deyir ki, mən əminəm ki, axirətdə də Allah mənə yaxşısını verəcək. Və həmin adam uğursuz adamlardan birisi olur. Yəni Allah bizə bunu göstərir ki, axirət təsəvvürləri ilə siz özünüzü aldada da bilərsiniz. Amma eyni zamanda doğrunu axtaransızsa, onda siz doğru axirət təsəvvürlərinə də yönələ bilərsiniz. Çox maraqlı problemi toxunuz. Həqiqətən bugün dindarlar arasında belə bir fikir mövcuddur və axirətə inamda bəzən çox ifrat təsəvvürlərə uyurlar. Bəziləri həqiqətən öz etdikləri hər hansı kiçik bir xırda əmələ çox arxain olaraq qiyamətdə Allah məni mütləq bağışlayacaq və hər bir günah etsəm bu kiçik əməl, bu kiçik savab əməl həmin günahı silib mütləq aparacaq deyə düşünürlər. Anar müəllim, bizim verilişimiz Azərbaycan xalqı üçün çox əlamətdar günlərdən birisi olan qan yaddaşımızın əsas tərkib hissəsi olan 20 yanvar gününün ərəfəsində efirə çıxır və 20 yanvar şəhidlərinin axirətdəki mükafatı ilə bağlı sizə sual vermək istərdim. Çünki bəziləri bu cür insanları vətən yolunda, vətəni müdafiə etmək yolunda, dövlətçilik yolunda həlak olan insanları bəzən şəhid saymırlar və bəzən onlara Allahdan heç bir mükafat verilməyəcəyini düşünürlər. Bax, məsələ gəlin aydınlıq gətirək. 20 yanvar şəhidlərinin, vətənimizin müdafiəsi yolunda şəhid olmuş insanların, dövlətimizi qorumaq yolunda canını fəda etmiş insanların axirətdə nə kimi mükafatlar qazanacağı haqqında Quranda və Peyğəmbərimizin sünnəsində nə kimi vədlər verilib? Axirət bütün varlıq aləmindəki münasibətlərimizi tənzimləmək üçün bizim üçün mühüm bir şuurdur, bilinçdir. Şəhidlik isə bir cəmiyyətin varlığını qoruması üçün mühüm bir şuurdur və bilinçdir. Yəni şəhidlik şuurunu özündə içsəlləşdirən, daxili aləmində kökləşdirən bir millət həm belə deyək də hansı tərəfdən baxarsa baxsın mütləq öz varlığını tək varlıq olaraq düşünməyəcək. Hər kəs biri üçün, bir nəfər hər kəs üçün yaşama prinsipi ortaya çıxacaq. Yaşama, necə deyirlər, şəraiti ortaya çıxmış olacaq ki, insanlar düşünməyəcək ki, məsələn, mən burada bu savaş əsnasında öldüm, getdim və yox oldum. Bir kərə şəhidlik ölüm demək deyil, ölmək demək deyil. Ölmək demək olsaydı onları ölülər adlandırardılar. Yəni onlar cismani olaraq yoxdular, amma beyinlərdə və qəlblərdə, şuurlarda bir məfkurə olaraq yaşayan bir anlamdır şəhidlik. Bir gün bir sahabilərdən birisi gəlir Peyğəmbər s.ə.v-in yanına, deyir ki, birisi mənim malımı və mənim sahib olduqlarımı mənim əlimdən almaq istəyərsə, mən nə edim? Mənimlə savaşarsa, deyir, sən də savaş. Deyir, o məni öldürərsə, nə olacaq? Deyir, sən şəhid olarsan. Yaxşı, bəs mən onu öldürərəmsə, verəcəyi cavab çox mühümdür, önəmlidir. O, cəhənnəmlikdir. Mən deyir, onu öldürərəmsə,
onda nə olacaq? Deyir, o cəhənnəmlikdir. Yəni sən burada artıq haqlı durumdasan, amma onun getmiş olduğu yer öldürülsə belə o cəhənnəmlikdir. Yəni hər öldürülən də şəhid deyil. Bir insan nə üçün şəhid olar? Həqiqət uğrunda şəhid olar. Yəni Peyğəmbər sallallahu hədislərində baxırıq şəhidlər kimlərdir deyə kateqoriyaları var. Məsələn, suda boğulanlar da şəhiddir. Kiminsə gülləsinə tuş gələn insanlar da şəhiddir. Vətən uğrunda, namus, mal, can uğrunda vəfat eləyənlər də, öldürülənlər də şəhiddir. Şimdi mənim ölüm dünya ilə axirətin bir keçididir, bir belə deyək, körpüsüdür. Və söhbətimizdən də belə aydın oldu ki, bugünkü dünyanın da ən böyük problemlərindən biri ölümü qəbul etməmək, ölümlə barışmamaq və ölümdən qorxmaq problemidir. Və siz necə düşünürsünüz? İnsan ölümdən qorxmamaq üçün, ölümə hazır olmaq üçün nə etməlidir? Gözəl sual. Quranda bir ayə var. Bu da sizin qaçdığınız ölüm. Yəni, insan ölümdən çox qaçar. Bunu bilin. Ölüm təbii ki, qorxulu bir şeydir. Hər bir insan üçün qorxulu bir duyğudur və o məqama zikr eləməyə belə insanlar qorxurlar. Amma qorxuların aşılmasının da bir yönü var. Məsələn, onu tədqiq eləmək. Məsəl üçün, qorxduğun bir məqamı tədqiq eləməyə başlayırsansa, yavaş-yavaş qorxuların əriyir gedir. Qorxuların çoxsu cəhalətdən güc alır. Qorxu qaranlıqdan, məsəl üçün, insan bir qaranlığa düşəndə uşaqlar qorxarlar. Eləcə də qəlbimizdə ölüm, axirətlə bağlı məsələlərdə bəlli qaranlıqları var. Yəni, insan dini kitablardan bunu oxusa da, o qaranlığın kölgələri qalır və o qaranlığı qovmaq bir günün, bir ilin bəzən, bir neçə ilin işi də olmur. İnsan öz içərisini işıqlandırmalıdır həqiqətlə. Və yalnız tamam o qaranlıqlar işıqlananda ölüm qorxusu ləğv olunur. Yəni, bu bir anda baş vermir. Sən addım atırsan ki, mən ölümü dərk eləməyə doğru gedirəm, Allahı dərk eləməyə doğru gedirəm. Amma bunun arxasında iş durmalıdır, özü içərisini işıqlandırmaq işi. Bu da ağır bir işdir. İndiki dünyada da insanlar komfort sevərdilər. Amma adama deyəndə ki, sən bundan ötürü bir 20 il çalışmalısan, Budda kimi meşələrdə düşünməlisən, Zərdüş kimi mağaralarda, Məhəmməd kimi Hira dağında böyük zikirlərlə, düşüncələrlə bir ömür yaşamalısan, onlar buna hazır deyirlər. Onlar asana və ucuza qaçırlar. Ona görə də ölüm qorxusu əslində o maraqlı bir problemdir, o bizi təhdid edir, bizim şəxsiyyətimizi təhdid edir ki, məni dərk elə, məni ilə məşğul ol. Və bilənlər, bu yolu keçənlər də bizə deyirlər ki, bunu tədqiq eləyən mütləq yolun sonuna çıxacaq və dərk eləyəcək və bəlkə nicat tapanlardan olalar, Quranda deyilir. Yəni, nicat tapmaq mümkündür. Yetər ki, kölgələrdən qurtulaq. O, Əflatunun alegorik bir ifadəsi var mağara nümunəsində. Eksistensializmdə bu yaxınlarda bir şeylər oxuyarkən belə bir cümləyə rastladım. İnsanlar üzü divara dönük, üzü divara çevrilərək yaşayırlar. Sadəcə divarı görürlər. Əvvəlcə bu nə demək istəyir deyə dedim. Sonra Əflatunun həmin o mağara nümunəsi yadıma düşdü. Mağarada bilirsiniz, arxası açıq, oradan keçən bütün varlıqların kölgəsi günəşin işığı ilə mağaranın divarına yansıyır. İnsanlar sadəcə divardakı kölgələri görürlər və onu həqiqət zənn edirlər. Amma önəmli olan burada bir nüans var. Bir addım atacaq sadəcə, üzünü çevirib, başını çevirib, arxasındakı həqiqəti görəcək. Gerçək varlıqların onlar olduğunu görəcək. Yəni, bugünkü dünyanın da qurtuluşu kölgələrdən xilas olmaqda. Kölgələrdən xilas olan insan ancaq azad ola bilər. Gerçək həqiqəti anlaya bilər. Nizamın ifadəsindən desək, bunun da ən böyük nöqtəsi, ən böyük nüansı insanın özünü dərk etməsidir. Özündən hər kim ki deyil xəbərdar, bir qapıdan girər, o birindən çıxar. Elə hədislərimizdə də Allahını tanımaq istəyən əvvəlcə özünü tanısın buyurulub. Maraqlı söhbətinizə görə mən sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Bugün dünya və axirət haqqında danışdıq. İslam müqəddəslərinin bəzi kəlamlarında dünyanı aşağılayan və axirətə çox böyük əhəmiyyət verən nümunələr bizdə səhv təsəvvür yaratmasın. İslam dünya ilə axirətin arasında qızıl ortalıq və qızıl müvazinət yaratmağı bizdən tələb edir. Unutmayaq ki, axirətimizi bu dünyada qazanırıq. Allah amanında.